Salam dostlar, kanalımıza xoş gəldiniz. Bugün sizlərlə bir yerdə yeni bir video ilə qarşınızdayım. Dostlar, bugün ənənəvi tip güc qaynağı hazırlayacaq. Bu güc qaynağının bəsləməsi transformator olacaq. Transformatordan AC voltajı bu cür körpü diod sistemi ilə DC voltaja çevirib istifadə edəcəyik. Siz bu cür diod istifadə etmək məcburiyyətində deyilsiniz. Əlinizdə bu cür diod yoxdursa 4 ədəd diod vasitəsilə də körpü diod sistemini yığa bilərsiniz. Diodlar haqqında geniş məlumat üçün burada i butonuna videomuza baxa bilərsiniz. Diodlar haqqında hazırladığımız videoya və güc qaynağımızda əlavə olaraq bildiriş ledləri, aç bağla butonu, bir rölə istifadə edəcək, diod və dirəncə istifadə edəcək və bir də kondensatorla DC voltajı daha sabit şəkildə salacaq. Bu cür istifadə edəcək və burada röləmizin istifadə etmək səbəbimiz bizim qısa devrə qoruması olması və istədiyimiz zaman aç bağla etməmiz olacaq. İndi isə keçək videomuza vaxt itirmədən. Bütün devrəmizi bir qutunun içərisinə yerləşdirəcək. Bu qutu asenkron motorların kontrol kutusuydu. Burada istifadə edəcəyimiz bəzi şeylər var ki, məsələn istəyirəm start butonuyla başladım, stop butonuyla dayandıram. Stop butonu devrəmizdən çıxış almadığımız zaman stop butonunun işıq yansın. Pompa çalışıyor, indi daha doğru olmayacaq, amma çıxış aldığımız zaman pompa çalışıyor, işıq yanacaq və kartda elektrik var, 220 girərkən işıq yanacaq. Cəmi 3 ədəd LED-ə ehtiyacımız var. Rəngləri eyni də ola bilər, istəyirsiniz fərqli də rənglərdən istifadə edə bilərsiniz və biraz işimiz çoxdur, onun üçün vaxt itirmədən başlamaq lazımdır. İlk öncə körpü diodumuzu transformatorun üzərinə sabitləmək istəyirəm. Burada metal hissə sabitləyəcəm ki, biraz soyutma işləmində əgər lazım olarsa transformator soyutsun. İndi isə alternativ voltaj bağlantılarını gerçəkləşdirir. Alternativ voltajlar bu cür diodlarda orta qənətlər olur. Müsbət və mənfi qənətlərini bağlayacaq. Müsbət qənədimiz diodla üzbəyüz yazılı qisminə baxdıqda sol tərəfimiz, mənfi qənədimiz isə sağ tərəfimiz olur. Onsuz üzərində göstərilib işarələr. Alternativ enerjidə fərqi yoxdur. İstədiyiniz tərəfə bağlaya bilərsiniz, amma burada müsbət mənfiyə diqqət etməlisiniz. İndi isə transformatorun bağlantılarını etdik. Ölçdük, 16 volt kimi bir dəyər verdi. 16.3-4 arasında dəyişirdim. Və indi isə röləmizin bağlantılarını edəcək. Rölənin ilk bağlantısını diodla edirik. Demək ki, bura mənfi bağlayacaq. Ona görə yəni qısa devr olmasın deyə diodumuzu tərs bağlayırıq. Burada gördüyünüz kimi müsbət tərəfimiz buradır, mənfi tərəfimiz buradır. Bu cür şəkildə bağlantı edəcək. İndi isə bağlantılarımızı edək. İndi isə bizə görə sol tərəf ayağı ilə müsbət girişimizi qısa devr edəcək. Orta ayaqla bizə görə sol ayağı bir-birinə qısa devrə etmək üçün push butonu bağlayacaq. Push butona birbaşa bu cür bağlantı etməyəcəm. Naqillərlə bağlayacağım. Devrəmizin bəzi yerlərini hazırladıq. Gördüyünüz kimi burada bir kondensator yerləşdirdim. Devrəmizi daha sabit şəkildə salmaq üçün. İkinci kondensatorumuz isə müsbət mənfisi fərqi olmayan bir kondensatordur. AC bir kondensator yerləşdirdim. Yəni DC-də fərq etmir. Və burada gördüyünüz kimi röləmizi bəsləmək üçün 1 vatlı dirənc işlətdim və push butonumuzu vatlı dirəncə seri olaraq bağladım.
və push butonumuzu bastığımız zaman reləmizə güc gedir. Amma orta qənədimizə isə birbaşa transformatordan gələn müsbət qənədimiz girməkdədir. Müsbət qənədimiz isə buradan push butonundan götürdüm. Vatlı direncin üzərindən keçirərək reləmizi bəslədik. Gördüyünüz kimi bu şəkildə bir yeniliklər etdim və burada mənfi qənədimizi seri olaraq bağladım. Gördüyünüz kimi mənfi qənədimiz reləmizə gəlir və çıxış qənədimizi də buradan alırıq. İndi isə kartdan çıxış var bildiriş ledinin və çıxış yoxdur bildiriş ledinin naqillərini lehimlədim və 220 giriş bildiriş ledinin də naqilini lehimlədim. 220 gördüyünüz kimi buraya. Çıxış olmayanda relənin bu qənədinə elektrik gəlir və bu qənədindən çıxış yoxdur ledini lehimləyəcəm və çıxış olanda isə bu qənədinə elektrik gəlir və çıxış var ledini isə bu qənəddə lehimləyəcəm. Biraz lehmişlər çox olduğu üçün hər birini tək-tək izah etmirəm. Demək bizim çıxış yoxdur ledimizdir bu. Qırmızı leddir. Uyumlu olaraq biraz etiraz işarəsi olaraq qırmızı led seçdim və yaşıl led çıxış vardır deməkdir. Və digər bir yaşıl ledimiz var ki, bu da balaca bir yaşıl leddir. Bu da 220 var deməkdir. Demək bunları burada yerləşdirəcəm biraz silikon vasitəsilə. Demək dostlar, push butonu dəyişdirəsi oldum bu cür bir push butonla. Demək bu butonlarda relə kimidir. Yəni bir tərəfindən elektrik verirsən, bir tərəfindən butonu basmadan elektrik alsan, digərindən isə butonu basdıqdan sonra elektrik alsan. Bu cür butonla istifadə edəcəm. Demək bir butonda mən butonu basdıqdan sonra elektrik alma xüsusiyyətindən istifadə edəcəm. Digər butonda isə iki dənə bu butondan istifadə edəcəm. Digər butonda isə basdıqda elektriki kəssin məntiqi ilə işlədəcəm. Demək bu butonumuzu sabitləyə bilmədim. Bu butonları isə qutuya daha asan sabitləmək olur. Gördüyünüz kimi bu cür tutturub silikon vasitəsilə yapışdırıb və butonu basdıqda isə butonlar basılır. Müsbət elektriki də birbaşa ötürməyəcəm. Bu buton vasitəsilə ötürəcəm. Butonu basdıqda bu naqili aralayacaq və reləmizin keçməsini sağlayacaq. Yəni stop butonuna basdıqda reləmiz keçəcək. Start butonuna basdıqda isə bu butonla yerini dəyişdirəcəm. Start butonuna basdıqda isə elə bil ki bu buton basılmış olacaq və devrəmiz işləyəcək. Dostlar, devrəmizi tamamladıqdan sonra qutuyu yerləşdirdim. Elektrik bandı vasitəsilə də sabitlədim. Buradan çıxışımızı aldıq. 9 volt çıxış verdi. Sabit olanda, qabağında yük olmayanda 16 volt verirdi. Bu cür devrələrdə yük çəkiləndə voltaj düşümü olur. Ona görə 9 volta yendi. Biraz relə voltaj çəkdiyi üçün. Buradan isə girişimiz var. 220 giriş. 220 bu dəqiqə bağlıdır. İndi isə işığı söndürüm. Gördüyünüz kimi çıxış var və kartda elektrik var. Bildiriş işığı yanır. İndi isə dayandırıram. Gördüyünüz kimi dayandı. Stop işarəsi yandı. Və bunu bir led ilə test eləyək. Müsbəti qırmızı ilə çıxartmadım. Qırmızı naqil olmadığı üçün yaşılla çıxartdım. Qaranı isə standart olaraq qara ilə. Başlatdıqdan sonra işığımız yandı. Və indi isə çıxış var. Qısa devr edirəm. Gördüyünüz kimi atdı və stopda. Yük çəkiləndə heç bir şey olmur. Amma qısa devrə birbaşa olduqda devrəmiz dayanır. Bunu hazırlamanın isə qısa devrə qoruyucunu hazırlamanın isə i butonuna qoyacağım. Qabaqcadan belə bir video çəkmişdim. İndi isə bunu bir
devrənin içinə yığıb daha faydalı şəkildə istifadə etdik. Videomuz bu qədər. Videomuzu bəyəndirseniz bəyənməyi, kanala abunə deyilsinizsə abunə olmağı və yorum yazmağı unutmayın. Sağ olun, salamat qalın. Gələcək videolarda görüşəndək.